Salam dəyərli şagirdlər. Bu gün sizə Elməttin Tağıyev kitabından cəbri kəsirlər mövzusundan 30 çalışma 39, 40, 46, 49, 50, 51, 52 və 53 nömrəli tapşırıqlardan bəzilərinin izahını verəcəm. Gəlin 39-cu çalışmada birinci misala baxaq. Birinci misal belədir. A üzərinə əlinsin 1 bölünsün A bərabərdir 3. Məndən soruşur A-nın kvadratı üzərinə əlinsin 1 bölünsün A-nın kvadratı bərabərdir sual. Sual şərsi. Biz A kvadrat plus 1 bölü A kvadratın tapmaq üçün bunun iki yolu var. Bir, köməkçi müxtəsəvvir matusturun köməkliyi ilə. İkinci də mən A kvadrat plus 1 bölü A kvadratın xatırlamalıyım ki, mən bunu yalnız bunu kvadrata yüksəltməklə o ifadəni ala bilərəm də. Başqa bir yolu yoxdur. Yəni, bərabərliyin hər iki tərəfini kvadrata yüksəldirəm. Onda cavabını yazsam, birinci ədədin kvadratı A kvadrat üzərinə əlinsin 2 vurulsun birinci ədəd A vurulsun ikinci ədəd 1 bölünsün A üzərinə əlinsin ikinci ədədin kvadratı bərabərdir 3-ün kvadratı 9. Onda biraz da sadəcə bu A ilə A islah olur. Olur belə. A kvadratı üzərinə əlinsin 1 bölü A kvadratı yanaşı yazıram. Üzərinə əlinsin 2 bərabərdir 9. Buradan A kvadratı plus 1 bölünsün A-nın kvadratı bərabərdir 9 çıxılsın 2. O da bərabərdir 7. Deməli, birinci misalın cavabı 7-dir. Digərləri də buna uyğundur. 3 dənə misaldır. Bir dənə burada üçüncüsünə 4 bölü A yazılıb. Orada A-nın kvadratıdır. Çapda səhv olub düşməyib. Keçək 4-cü tapşırığa. 4-cü tapşırıq biraz fərqlidir. Bunda bunları silək. Siz videonu saxlayıb, özünüz həll eləyib, sonra yaza bilmədiyiniz təqdirdə misalın həllinə baxa bilərsiniz. Eləncə daha yaxşı olar. Tamam. Belə bir misal verib. A üzərinə əlinsin B bərabərdir 8. Bir də ifadə verib. A-nın kubu plus B-nin kubu bərabərdir 152-yə. 152-yə məndən soruşur AB hasilini tapın. A vurulsun B bərabərdir sual. Tamam. Kublar cəmi düsturunu yazmalıyıq. A kubu plus B kubu nəyə bərabərdir? A üzərinə əlinsin B. Sonra birinci ədədin kvadratı çıxılsın birinci ədəd vurulsun ikinci ədəd. Üzərinə əlinsin ikinci ədədin kvadratı. Tamam. Bu bərabərdir nəyə? 152. Misalın özündə verib. Düsturun yerinə A kubu plus B kubunun yerinə mən bu ifadəni yazdım. Tamam. İndi A plus B misalda verilib. Neçədir? 8. Yerinə yazıram 8 vurulsun. Məndə A kvadrat plus B kvadrat da yoxdur. Düzdür? Bax, mən müxtəsər vurma düsturundan, köməkçi müxtəsər vurma düsturundan xatırlamalıyam. Deməli, A kvadrat plus B kvadratın, baxın, biz A plus B-ni kvadrata yüksəltsək, nə olur? A kvadrat plus 2AB plus B-nin kvadratı. Buradan A kvadratı plus B kvadratını tapmaq üçün, deməli, A plus B-nin kvadratından çıxacam bu 2AB-ni, keçirdən bərabərliyin soluna. Bərabər olur A kvadrat plus B-nin kvadratına. Bu uşaqlar, bu düsturları bilməliyik. Burada bizə plusun verəndə minus 2AB olur, minusu verəndə plus 2AB olur. Tamam, bizdə burada plusudur. Onları biz A plus B-nin kvadratı çıxılsın 2AB yaza bilərik. Bax, bu A kvadratı üzərinə gəlsin B kvadratının yerinə. Yazıram, yəni A kvadratı plus B kvadratının yerinə yazıram bu ifadəni. Yazıram. Yazıram belə. Nətər aldım düsturu deməli. A üzərinə əlinsin B-nin kvadratı çıxılsın 2AB
Bir də misalın özündə çıx AB özündə var. Çıxılsın AB. Bərabər nəyə? 152-yə. Mən artıq aşağını silim, mənə mane olur. Mən aşağını silməliyəm. İndi burada sadələşdirmə aparmalıyam. Verilənləri yerinə yazsam, deməli 8 vurulsun. A plus B bizə verilib 8. 8-in kvadratı 64. Minus 2AB çıx AB 3AB bərabərdir 152. Biz bərabərliyin hər tərəfin 8-ə bölə bilərik. Çünki vuruq-vuruqdur. Hər tərəf 8-ə bölsək, deməli, qalır nə? 64 çıxılsın 3AB bərabərdir. 152-ni 8-ə böləndə 15-in içində 1, 70-in içində 8 var 9 dəfə. 19 dəfə. Deməli, buradan bizə AB-ni tapmaq lazımdır. 3AB-ni keçirdirəm sağa, 19-u keçirdirəm sola. Yəni 64 çıxılsın 19 bərabərdir 3AB-yə. 64-dən 19 çıxanda, deməli 64-dən 20 çıx, üstə 1 gəl, 45. Deməli 45 bərabərdir 3AB-yə. Bizə AB-ni tapmaq lazımdır. Hər tərəf 3-ə böləcək. Onda AB bərabər olacaq 15-ə. Bizlər elə AB-ni soruşurdu. AB bərabərdir 15-ə. Misalı cavablandırdıq. Gələk burada deməli hansılar yazmaq. Qalanlar da bu tipdədir, bu tipdədir. Keçək 40 nömrəli çalışmadan yazmağa. Deməli yazırıq 40 nömrəlini. Belə bir ifadə verib 40-ın birincisi A-nın kvadratı çıxılsın B-nin kvadratı bərabərdir 17. Biz A kvadrat çıxılsın B kvadrat düsturunu yazırıq. A çıxılsın B, A üzərinə əlinsin B. Bərabərdir 17-yə. Artıq biz burada fikirləşməliyik. Uşaqlar, 2 dənə ədəd var. Onların hasili 17 verir. Bax, burada 17-lər, 13-lər, 23-lər, 7-lər, 19-lar, 37-lər fikir verirsiniz. Hamısı sadə ədəddir. Yəni, 17 nəylə nəyin hasilidir? 1-lə 17-nin. Deməli, bu məxrəcdə, bu mötərəzlərin kiçiyi 1-ə bərabər olar. Böyüyü 17. Bəs kiçiyi hansı olar? Təbii ki, çıxma kiçik olar. Toplaması böyük olar. Yəni, yazacağım. A üzərinə əlinsin B bərabərdir 17-yə. A çıxılsın B bərabərdir 1-ə. Sistem tənli şəklində həll eləmək lazımdır. Bunlar da yadınızda qalsın. Böyük təbii ki A-dır. Bunların cəminin yarısıdır. Yəni 17 plus 1, 18 bölü 2, 9. B isə fərqinin yarısı. 17-dən 1 çıxıram. 16 yarısı 8. Həqiqətində fikir verirsiniz. 9 ilə 8 toplayanda 17 eləyir. 9-dan 8-i çıxanda 1 eləyir. Yaxud da bu şifahi yoldur. Biz bu sistem tənliləri həll eləmək üçün tərəf-tərəfə toplayarıq. Yəni sol tərəfləri ilə bu 2 dənə tənliyi sol tərəflərini bir toplayırıq. Sağ tərəfləri 1. Tərəf-tərəfə toplasaq yazacaq nə? 2A B ilə B islah gedəcək. 17 ilə də 1-i toplayanda eləyəcək 18. A bərabər olacaq 9-a. Tamam, 9 tapandan sonra digərini tapar. 9-un üzərinə nə gəlsəm 17 eləyir. B-nin buradan 8 olduğunu tapacaq. Yəni, eyni qaydadır. Tamam. İkinci qayda, ikinci bir misal nümunəsinə baxaq. İkinci bir misal nümunəsi. Bir dənə də misalın və həmin misaldan başqasını yazacaq. Deməli, C kvadrat minus B-nin kvadratı bərabərdir 37.
Sonra fikir verdiniz kimi 37 də sadə ədəddir. Bunda ilə nəyin hasilidir? 1 ilə 37-nin. Necə təbii ki, düstur yazmalıyıq. Yazıram C minus B. C plus B bərabərdir 37. Fikirləşirəm. 2 dənə ötürəcəyin hasılı 37 olur. Deməli, burada da şərtdə də verir. Bunlar C ilə B natural ədədlərdir. Hansı natural ədədləri bir-birinə vuranda 37 eləyir? Təbii ki, 1 ilə 37-ni. Onda kiçiyi 1-ə bərabər olan, böyüyü 37-yə bərabər olur. Onda yazaram. C üzərinə əlinsin B bərabərdir 37. C minus B bərabərdir 1. Aha. C bərabərdir. Cəminin yarısı 37 plus 1 38 böl 2 19. B fərqinin yarısı 37-dən 1 çıx. 36 böl 2 18. Həqiqətən də uşaqlar 19-dan 18 toplayacaq 37 eləyir. 19-dan 18-ə çıxsaq 1 eləyir. Tapdıq bu ədədləri. Keçək misal nömrə, çalışma nömrə 46-dan. 46-nı həll eləyək. Deməli, 46-da belə birinci misal verir. Moduldur. 8 modulda x bölünsün x. Şərt də verib ki, aşağıda x kiçikdir 0 olduqda. X 0-dan kiçikdirsə, deməli, x 0-dan kiçik olanda modulun qarşısına mənfi atılır. Olacağına mənfi 8x bölünsün x. X-lar islah olacaq. Qalacaq mənfi 8. Bu qədər sadə. Sonra ikinci tapşırığa baxaq. İkinci tapşırıqda deməli modullar hamısı eyni qaydadır. Modulun şərt daxilində verir. Modul 0-dan böyük olanda olduğu kimi çıxır. Modul 0-dan kiçik olanda qarşısında mənfi atır. Gəl onda çalışma 49-dan bir misal nümunəsinə baxaq. 49. 49-dan çalışma 1. Deməli, 49-da belə bir ifadə verib. X kvadrat minus 6x bərabərdir 2. Məndən soruşur belə. X kvadratı plus 4 bölünsün x kvadratı. Düşünməliyəm artıq mən. Bu x kvadratı plus 4 bölü x kvadratının necə tapa bilərəm? O haqda düşünürəm. Və görürəm ki, verilmiş misalı mənə yəni elə-belə verməyib. Burada düşünməliyəm. Mən 4 bölünsün x kvadratı fikirləşirəm ki, bu nəyin kvadratıdır? 2 bölünsün x-in kvadratıdır. Tamam, onda mən 2 bölünsün x-i almaq üçün hər tərəfi məcbur 2-yə bölməliyəm. Üzr istəyirəm, hər tərəfi x-a bölməliyəm. 2 bölünsün x-i almaq üçün. Bu misalın hər bir həddini x-a bölürəm. Hər bir həddini x-a bölürəm. Hər bir həddini x-a bölürəm. X kvadratını x-a böləndə qalır x. 6-nı x-a böləndə qalır 6. Bərabərdir 2 bölünsün x. Tamam, mənə x kvadratı plus 4 bölü x kvadrat lazımdır. Onda 2 bölü x atarım sola. 6-nı aparıram sağa. Yazaram x minus 2 bölünsün x bərabərdir 6. Tamam. Buradan məndən soruşulan misalı tapa bilərəm. Necə? Hər tərəfi yüksəldərəm kvadrata. Müxtəsər format üstünə birinci ədədin kvadratı çıxılsın. 2 vurulsun birinci ədəd, vurulsun ikinci ədəd. Üzərinə əlisin ikinci ədədin kvadratı. Bərabərdir 6-nın kvadratı da 36. Əla, buradan x-lar gedəcək. 2-2-nin 4 qalacaq. Belə x kvadratı plus 4 böl x-in kvadratı çıxılsın 4 bərabərdir 36. Onda 4-ü bu yana açıq. Hər tərəfin üzərinə 4 gəlirəm. 4. Onda bu 4-ü buradan silək. Aha.
Məndən də elə bu ifadəni soruşurdu. Deməli, bu ifadənin cavabı nəyə bərabər oldu? 36 plus 4, 40-a. Sualı cavablandırdım. Tamam, buna aid bir dənə də misal yazaq. İkincini yazaq. 2. Verib a kvadratı minus 4a bərabərdir 5. Soruşur a kvadratı plus 25 bölünsün a'nın kvadratı. Tamam, bunu bizə elə belə verməyib. Fikir versin şuralar. 25 nəyin kvadratıdır? 5'in. Deməli biz 5 bölünsün a yaratmalıyıq ki, onun kvadratı 25 bölünsün a kvadratı eləyir. Onda biz verilmiş misalda hər tərəf nəyə böləcək? A'ya böləcək. Çünki 5 bölü a'nı elə tapa bilərik. Başqa cür mümkün deyil. Tamam, onda a kvadratın a'ya böləndə eləyir a. 4 a'nı a'ya böləndə eləyir 4. Bərabərdir 5 bölünsün a. Onda 5 bölü a'nı ataram sola, 4'ü keçirdərəm sağa. Olar belə, a çıxılsın 5 bölünsün a bərabərdir 4'ə. Hər tərəfi kvadratı yüksəlsəm, olacaq nə? A'nın kvadratı birinci ədədin kvadratı çıxılsın 2 vurulsun birinci ədəd vurulsun ikinci ədəd bərabərdir. Üzərinə əlinsin ikinci ədədin kvadratı 5 bölünsün a'nın kvadratı 25 bölü a'nın kvadratı bərabərdir 16'ya. Buradan a'lar gedəcək. 2 5'in 10 gedəcək. Olacaq a'nın kvadratı plus 25 bölünsün a'nın kvadratı çıxılsın 10 bərabərdir 16. Məndən bu ifadəni soruşur. Onda mən onu keçirdərəm bərabərliyin sağına. Onda onu buradan silərəm. Bir yana keçəcək, olacaq müsbət. Üzərinə əlinsin 10. 16 üstə də 10, 26. Sualın cavabını tapdım. Digərlər də bu formadadır. Fərqli olan burada, fərqli olanlardan işləyə istəyirəm. Deməli, 4-cü üstü 4 var. Onlar necə sadələşdirəcək? Deməli, yazıram belə. A üzərinə əlinsin 1 bölünsün a bərabərdir 2. Məndən soruşur belə. A üzərində 4 plus 1 bölünsün a üzərində 4. Bunu soruşur mənə. Mən bir dəfəlik 4-cü qüvvəti bilmədiyimə görə mən fikirləşirəm ki, bir dəfə bu verilən ifadəni kvadratı yüksəldərəm. Sonra bir dəfə də kvadratı yüksəlsəm a kvadratın kvadratı a üstü 4 eləyər. Yəni bunu yüksəldək kvadrata görə hələ başımıza nə gəlir? Kvadrata yüksəldəndə nə alınır? Alınır belə. A-nın kvadratı üzərinə əlinsin 2 vurulsun birinci ədəd vurulsun ikinci ədəd. Üzərinə əlinsin ikinci ədədin kvadratı. Bərabərdir 2'nin kvadratı 4. Bu a'lar islah gedəcək buradan. Qalacaq a kvadratı plus 1 böl a'nın kvadratı. 2'ni 1'ə vururam 2. Burada müsbətli bu tərəfə mənfi keçir. Yəni 4 çıxılsın 2. 4'dən 2 çıxanda 2 elə. Buramı cavabını yazıram. Tamam. Mənə a üstü 4 üzərinə yazın 1 böl a üstü 4 lazım. Onda bir dəfə də bunu mən onu necə ala bilərəm? Yalnız bunu kvadratı yüksəltməklə ala bilərəm da. A üstü 4 plus 1 böl a üstü 4. Onda yüksəldə kvadrata. Olacaq nə? Birinci ədədin kvadratı a kvadratının kvadratı a üstü 4. Üzərinə əlinsin 2 vurulsun a'nın kvadratı vurulsun 1 böl a'nın kvadratı ikinci ədəd. 2 vurulsun birinci ədəd vurulsun ikinci ədəd. Üzərinə əlinsin ikinci ədədin kvadratı. 1 böl a kvadratının kvadratı 1 bölünsün a üzərində 4. 2'nin də kvadratı yüksəltməli yadımızdan çıxmasın. 2'nin kvadratı eləyəcək 4. Tamam. A kvadratları buradan gedəcək. Onda alınacaq nə? A üzərində 4 plus 1 bölünsün a üzərində 4 bərabər olacaq. Yenə 4'dən bu 2'ni çıxacaq. Cavab olacaq 2. Bu qədər sadə. Bizdən də elə bunun cavabını soruşurdu. Bunun cavabını tapdıq. Neçədir? 2'dir.
Keçək biraz fərqli olan, biraz 7-ci sual biraz fərqlidir. 7, 8 demək olar eyni tipdə. Daha doğrusu 6 ilə 7 eyni tipdir. 7-ni yazar da 7 dedik. 6-nı siz yazarsınız. Deməli, bütün əl yazsın sil. Hamısı. Tamam. Yazırıq nəyə? Belə bir ifadə verib 7-də 7 m kvadrat çıxılsın 2m çıx 8 bərabərdir 0 olduqda belə bir ifadə verib m plus 2 bölünsün m kubu plus 8. Tamam. İfadəsi soruşur. Belə misallar görüş olur. Misaldan qorxmaq lazımdır. Biz müəyyən qədər sadələşdirmə aparmalıyıq, sonra misalı həll eləməliyik. Sadələşdirməliyik yəni. Biz m kubu plus 8, 8 kub görən kimi xatırlamalıyıq ki, 8 nəyin kubudur? 2-nin kubudur. Yəni bunun yerinə biz 2-nin kubu yaza bilərik. Düzdür, 8-i silirəm, yazıram 2-nin kubu. Niyə? Düstur şəklini göstərmək üçün. İndi a kubu plus b kubu düsturun bura tətbiq eləyirəm. Nətər idi a kubu plus b kubu? Deməli, birinci ədəd üzərinə əlinsin ikinci ədəd. Sonra nətərdir? Birinci ədədin kvadratı çıxılsın birinci ədəd vur ikinci ədəd 2m üzərinə əlinsin ikinci ədədin kvadratı 2-nin kvadratı 4. Tamam. Yuxarıda da var m plus 2. M plus 2 aşağıda da var, yuxarıda da var. Sadələşir. Məndə var m kvadrat çıx 2m plus 4. Bunun qiymətini necə tapa bilərəm uşaqlar? Məndə yuxarıda fikir verirsiniz. Verilənlərdən m kvadrat minus 2m'i buradan tapmaq olar. Burada çıx 8-dir. 8-i atsaq bərabərliyin sağ tərəfinə. Belə. M kvadrat minus 2m bərabər olacaq 8-ə. Verilən misalda bərabərliyin sağına atdım 8-i. Məndə də m kvadrat çıxılsın 2m tapdım 8. Gətirib bu çalışmada yerinə qoysam bərabərdir. Artıq orada qalır 1. M kvadrat minus 2m yerinə yazdım 8 plus 4. Olacaq nə? 12-də 1. Bitdi. Cavabı tapdım. Digərini öz yazarsınız. Keçək 50-ci çalışmaya. 50-nin birincisinə deyir 0-la müqayisə edin. Kvadrat tənliklər verilib. Deməli, x kvadrat plus 2x plus 3. Verilmiş ifadələri 0-la müqayisə edin. Tamam, biz ifadələrin ən kiçik, ən böyük qiymətinin tapılmasını keçmişdik. Müxtəlif yollar var. Yollardan da biri də müxtəsər vurma düsturları, yəni ayırmaqdır buradan. Mən fikirləşirəm ki, bu müxtəsər vurma düsturu olması üçün 2x-in üstünə 1 gəlməyində. Bu 3-ü parçalayacağım. Yazıram x kvadrat plus 2x plus 1. 3 olması üçün plus da 2 yazıram. Niyə belə yazdım uşaqlar? Çünki buradan bura qədər müxtəsər vurma düsturudur. Düzdür, bunu hardan bilirəm? Əlavə eləməyən bu ortadakı həddir. X-i bölürəm yarıya, 2-yə bölürəm. Kvadratını yazıram burada. 2-yə böldüm 1, əlavə eləmək lazım oldu. 1-in kvadratı 1 əlavə elədim. Tamam. Bu uşaqlar x plus 1-in kvadratıdır. Üzərində bir dənə var 2. Bu ifadənin ən kiçik qiyməti kvadratdır. Kvadratın ən kiçik qiyməti 0-dır. Düzdür? Bu ifadənin ən kiçik qiyməti 2-dir. Ən kiçik qiyməti nə vaxt alır? X mənfi 1 olanda. Tamam. Bu ən kiçik qiyməti 2-dirsə, bu 0-dan böyük olar, yoxsa kiçik? Təbii ki, 2 0-dan böyükdür. 0-dan böyükdür bu. Deməli, digərinə baxaq. Digərində nə verib? Belə bir ifadə verib. Deməli, 9a kvadrat, 9a'nın kvadratı minus 6a plus 2. Aha. Burada müxtəsər vurma düsturu ayırmaq lazımdır. Aha. Deməli, bu necə ayırırıq? Fikirləşirəm bu 9a kvadrat 3a'nın kvadratıdır. 3a'nı bir dənə 2-yə vurub 6a, ikinci ədədə də vurmalı. Deməli, ikinci ədəd 1-dir ki,
6-nı 1-ə vuranda 6 eləyər. Deməli bu 3A 3A. Aha, bunun üzərində 1 əlavə eləyəcək. Yazsam yəni nə? Yazsam 9A-nın kvadratı minus 6A üzərinə əlinsin 1. 2-ni parçaladım, bir dənə də 1 yazırım. O belə olanda artıq bunu düstur şəklində yaza bilərəm. Nə yazarım? Yazaram 3A minus 1-in kvadratı. Üzərinə əlinsin 1. Tamam, yenə dəyərli yoldaşlar, bu kvadratdır. Kvadratın ən kiçik qiyməti 0-dır. Bu ifadənin deməli ən kiçik qiymət nəyə bərabər oldu? 1. 1 böyüdü 0. Təbii ki, bu 0-dan böyükdür. Digər bir ifadəyə yazaq. X kvadrat minus 12x minus 12x plus 40. Aha. Bu baş əmsal 1-dir. Deməli x kvadrat minus 12x. Bura nə əlavə eləməliyik? Dedik 12-ni bölürük 2-yə 6 kvadratı 36 əlavə eləməliyik. Ki düstur olsun. Bu x minus 6-nın kvadratı olacaq. 40 olmasının üstünə 4 gəlməliyim. Bu x minus 6-nın kvadratı plus 4. Bu ifadənin ən kiçik qiyməti neçədir? 4. X-in hansı qiymətində? 6. Tamam. Kvadratın ən kiçik qiyməti 0-dır. Deməli, bunun ən kiçik qiyməti 4-dür. 4 böyüdü 0. Təbii ki, 4 0-dan böyükdür. Sonra bir dənə 4-dən deyim. Qalanları eynidir. Deməli, yazırıq nəyi? Verib belə bir ifadə. A kvadrat plus 6AB plus 9B'nin kvadratı plus 4. Plus 4. Sıfırla müqayisə edin, eləyim. Deməli, burada da müxtəsər vurma düsturları mən görməliyəm, yaratmalıyam. Yoxdursa, varsa heç bir şey. Mən görürəm ki, bu A plus 3B'nin kvadratı. Baxın, birinci ədədin kvadratı və ikinci ədəd. 3B, A-nı vurub 3B'yə 2-yə vuranda 6A verir. Deməli, bu A plus 3B'nin neydi? Kvadratıdır. Üzərinə əlləsin 4. Uşaqlar, kvadratın ən kiçik qiyməti. Bu getdi 0-a. İfadənin ən kiçik qiyməti nədir? 4. 4 böyüdü 0. Təbii ki, 4 0-dan böyükdür. 5-ə baxaq. 5-də belə bir ifadə verib. A kvadrat. Deməli, 5. Biraz fərqli görsənir, amma rahatdır. A kvadrat plus B kvadrat plus C'nin kvadratı minus 2AB plus 5. Aha. Sıfırla müqayisə eləmək tələb olunur. Mən uşaqlar, bunların yerləri dağınıqdır. Müxtəsər vurma düsturunu burada görməliyəm mən. Baxın, 2AB olduğuna görə çıx 2AB. Deməli, burada A və B-nin kvadratları var. Yəni, bunlar 3-ü bir qruplaşdırılır. Yəni, belə olmalıydı əslində. A kvadrat minus 2AB plus B-nin kvadratı. Biz bilirik ki, toplananların yerindəkinə cəm dəyişmir. Yəni, bunu parçalayıb sadəcə yerini dağınıq verib ki, siz çaşasınız. Sonra nə var ifadəsi? C kvadrat plus 5. Biz bu düsturdur. A çıxılsın B-nin kvadratıdır. Və buradan bura qədər. Bir dənə var. Üzərinə nəsil? C kvadrat plus 5. Uşaq, kvadratın ən kiçik qiyməti nədir? 0. Bu 7 0-a. Bu 7 0-a. Bu ifadənin ən kiçik qiyməti 5-dir. 5 böyüdü 0. Təbii ki, 5 0-dan böyükdür. Tamam. Yazaq bir dənə də ifadələrin ən kiçik qiymətinin tapılması, ən böyük qiymətinin tapılması. Və bayaqdan əslində bunları yazırıq. 51 eyni qaydadır. Bir dənə yazın məsələn. İfadənin ən kiçik qiymətini tapın. Deməli, verib belə x kvadrat plus 4x x kvadrat plus 4x plus 8. İfadənin ən kiçik qiymətini tapın. İfadənin ən kiçik qiymətini tapmaq üçün müxtəsər vurma düsturu ayırıram. Yazıram belə x kvadrat plus
4x. 4'ü bölürəm 2'yə. 2 kvadratı yüksəldirəm üstünə yazırıq 4. 8 olması üçün də üstünə 4 gələcəm. Bu da bərabərdir x plus 2'nin kvadratı plus 4. Bu ifadənin ən kiçik qiyməti nədir? 4. X-in hansı qiymətində? Mənfi 2 qiymətində. Bitdi. Cavabımız oldu 4. Bu qədər sadə. İndi ən böyük qiymət necə tapılır? Ona aid də bir dənə işləyək. Tamam. Belə bir ifadə verilib. Mənfi x kvadrat minus 4x minus 8. Məndən ifadənin ən böyük qiymətini tapmaq tələb olur. Mən müxtəsər vurma düsturunu tapmaq üçün mən məcburam ki, buradan mənfini orta vuruq çıxardım ki, çünki biz bilirik ki, birinci ədədin kvadratı. Kvadrat mənfi ola bilməz. Buradan mənfinin mötərizə xaricinə çıxarda bilərəm. Mənfi elə bil 1-i mötərizə xaricinə çıxardım. Mənfini mötərizə xaricinə çıxanda gör nə olur. Olur nə? X kvadratı plus 4x. Tamam, bura nə əlavə eləməsəm müxtəsər vurma düsturu olur. 4x yarısı 2 yüksəltdim kvadratı plus 4. Tamam. İndi mən mənfi 8 almalıyam. Mənfi 8 alması üçün neyniyərəm? Deməli, bunun üstünə 8 alması üçün deməli plus 4 yazaram. Aha, baxın. 4 ilə 4 toplayanda 8. Bu mənfiyə deyəcək. Mənfi 8 olacaq. Düzdür? Bəli. Onda bərabərdir. Bizdə bura qədər düsturdur. Düzdür? Bura qədər düsturdur. Mənfi düstur nə olacaq onda? X plus 2'nin kvadratı. Bu mənfi də bu mənfi müsbət 4'ə deyəcək. Ona deyəcək mənfi. İndi bu ifadənin uşaqlar qarşısında mənfi var. Bu ifadənin artıq ən kiçik qiyməti yoxdur. Çünki x-i biz böyütsək, kiçilsək kvadratda artı edəcək. X-a məsələn 3 versək, 3 üstə 2 5, 5'in kvadratı 25. Qarşıdakı mənfi var, mənfi 25. Mənfi 25 çıx 4, mənfi 29. X-a 10 versək, 10 üstə 2 12, 12'nin kvadratı 144. Qarşısında mənfi 144 çıx 4. Mənfi 148. Fikir verirsiniz, kisilə gedir. Bunun ən kiçik qiyməti yoxdur. Bunun nəyi var? Ən böyük qiyməti var. O da nədir? Mənfi 4'dür. X-in hansı qiymətində alır o mənfi 4'ü? X-in mənfi 2 qiymətində bu sıfıra çevrilər. Bu mənfi 4 qiymət alır. Başqa bunun kiçik qiyməti yoxdur. Böyük qiyməti var. Mənfi 4. Bir dənə də yazıq sizə aydın olması üçün. Belə bir ifadə var. Mənfi x-in kvadratı plus 6x minus 12. İfadə deyir ən böyük qiymətini tapın. Yenə dediyim kimi kvadratın qarşısında mənfi görürəm. Deyirəm ki, ola bilməz. Daha doğrusu düstur almaq üçün mən məcburam mənfini mötərizə xaricinə çıxardım. Mənfini mötərizə xaricinə çıxardıram. Olur nə? Olur x-in kvadratı minus 6x. Tamam, nə əlavə eləsəm dəyərli yoldaşlar bu müxtəsər vurma düsturu olar. Bölürəm 6'nı bölürəm 2'yə 100 kvadratı. 9 deməli əlavə eləyəm. 9 əlavə elədim. Burada olmalıdır 12 mənfi. Deməli bunun üstünə 3 gələrəm ki 9 üstə 3 gələndə 12 edir. Qarşıda da mənfi var, mənfi 12. Mən sizə heç eləmədim də bir də mötərizə qarşısında mənfi çıxartdım. Yəni bu mötərizəni olduğu kimi açsam eyni bir ifadəni alacağım. Doğrudur? Bəli. Onda bura qədər kvadratdır. Mən bunu kvadratını ifadə edeyim. Mənfi nəyin kvadratıdır? X minus 3'ün kvadratı. Bu mənfi də dəyər bu müsbət sonra edir mənfi 3. Dəyərli olursa bu ifadənin nəyi var? Bax, qarşısında mənfi var demən ən böyük qiyməti var. Ən böyük qiyməti nədir? Mənfi 3. Ən kiçik qiyməti yoxdur. Çünki x-ə nə qədər ifadə verirsiniz. X böyüdükcə ifadənin qiyməti kiçiləcək. Bu qədər sadə. Bir dənə də 53-cü tapşırığı yazaq. Mövzunu yekunlaşdıraq. 53'də nədir? Deməli, verib belə bir ifadə. A bərabər 9 olduqda
Bu ifadəni sadələşdirmək tələb olunur. A kvadrat çıx 49 var burada. A kvadrat çıx 14A. A kvadrat çıx 14A plus 49. A bərabər 9 oldu. İfadənin qiymətini tapın. Tamam. Aşağıda yuxarıda müxtəsər vurma düsturlarını tətbiq eləmək lazımdır. Yuxarı nədir? 49 deməli görən kimi xatırlaması üçün 7-nin kvadratıdır. Düzdür? Onda A kvadrat B kvadratından A çıx 7. A üzərinə eləsin 7. Aşağıda baxın uşaqlar 14-ü bölüb 2-yə yüksəldib kvadrata 49. Deməli bu A çıxılsın 7-nin kvadratıdır. Tamam bunun kvadratı